iştirak etdiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Bilirsiniz ki, bugün Bakıda Cənub Qaz Dəhlizi Nazirlər görüşünün Məşvərət Şurasının 12-ci iclası keçirildi və eyni zamanda da Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclası keçirildi. Bilirsiniz ki, bu iclaslar bir gün ərzində Nazirlər Görüşü segmenti paralel keçirilir. Daha sonra hər iki mövzuya həsr olunmuş sessiyalar oldu. Bugün tədbirin açılış hissəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev iştirak elədi. Həmişə olduğu kimi Cənab Prezident hal-hazırda bizim enerji sahəsində siyasətimiz haqqında danışdı. Cari həyata keçirilən layihələr haqqında danışdı və bundan sonra bizim həm Avropa İttifaqı ilə, həm digər bizim tərəfdaşlarımızla həyata keçirilən və keçiriləcək layihələrə dair, məsələlərə dair öz tövsiyələrini verdi. Və məlum olduğu kimi bizim Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədimiz var. Biz bu formatda çox sıx işləyirik. Bu sənəd çərçivəsində biz həm Cənub Qaz Dəhlizi çərçivəsində həm yaşıl enerji layihələri formatında çox sıx əməkdaşlıq edirik. Bura digər istiqamətlər də daxildir. İstər enerji səmərəliliyi, istər karbon emissiyalarının azaldılması və bir sıra digər enerji sahəsinə aid olan məsələlər də bu əməkdaşlığın ayrılmaz hissəsidir ki, biz burada bugün həyata keçirilən tədbirlər nəticəsində fürsətdən istifadə edərək demək olar ki, bütün məsələlər üzərindən birlikdə keçirik. Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır. Artıq uzun illərdir ki, bu enerji təchizatı istər neft sahəsində, istər təbii qaz olsun, həyata keçirilir. Son illərdə xüsusilə Avropada enerji təhlükəsizliyi sahəsində ortaya çıxan məsələlərin həlli məqsədi ilə bizim Avropaya təchiz etdiyimiz təbii qaz xüsusi rola malikdir. Onun xüsusi əhəmiyyəti olub. Bugün tədbirdə iştirak edən Avropa demək komissiyasının enerji məsələləri üzrə komissarı bu məqamı xüsusi qeyd elədi. Azərbaycanı demək etibarlı bir partnyor kimi qiymətləndirdi və əlbəttə ki, biz bu əməkdaşlığı gələcəkdə necə inkişaf etdirəcəyik, bu haqda geniş dialoq apardıq və düşünürəm ki, növbəti mərhələdə bu əməkdaşlıq daha da genişləndiriləcək. Eyni zamanda Azərbaycanda yaşıl enerji layihələrinin inkişafı, həyata keçirilməsi vüsət alıbdır. Bu sahədə Avropa İttifaqı üçün çox maraqlıdır. Onlar bizim bu sahədə həyata keçirdiyimiz istər yaşıl enerji generasiya sahəsində, istərsə də Azərbaycanın demək təşəbbüsü ilə bugün işlənilən bir sıra demək enerji, yaşıl enerji və ümumiyyətlə elektrik enerjisi koridorları, layihələri Avropa İttifaqı tərəfindən dəstəklənir. Dəstəklənir bir də ona görə ki, bu interkonnektorlar Azərbaycanı həm Avropa ilə, həm Mərkəzi Asiya ilə və gələcəkdə yaxın şərqlə də birləşdirmək imkanları ortaya qoyur və biz bu istiqamətdə gündəlik demək olar çalışırıq və Avropa İttifaqı ilə də bu layihələri
koordinasiya edirik və onlar bizim demək olar ki, bütün bu proseslərdə də yaxından müşahidəçi qismində iştirak edirlər. Və mən burada dayanacağım, sözü ötürəcəm cənab enerji komissar Dan Jorgensena. Sonra hər hansı bir suallar olsa cavablandırmağa hazıram. Çox sağ olun. Thank you very much, Minister. Nazir. And thank you so much for organizing today's events. Bugün tədbirin təşkil etdiyinizə görə sizə çox minnətdaram. Hər zaman olduğu kimi sizin qonaqpərvərliyiniz, sizin peşəkarlığınız mənə böyük təəssürat bağışladı. Gördüm nə dərəcədə yaxşı səviyyədə bu tədbir təşkil edilmişdir. Prezident Əliyevin ditki olduğu bizim həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə aid bizim uzun və faydalı müzakirəmiz oldu. Həm prezidentlə, həm sonra sizinlə müzakirəmiz oldu. Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə geniş potensial var. Biz bunu görürük. Biz Avropa İttifaqında belə bir qərara gəlmişik ki, Rusiyadan enerjinin idxalını dayandıraq. Rusiya 2022-ci ildə geniş miqyaslı müharibəyə başlayanda 45% enerjimizi Rusiyadan idxal edirdik və biz çox asılı vəziyyətdə idik. Bu, əlbəttə ki, tamamilə qəbul edilməz idi. Beləliklə, biz başladıq həmin bu asılılığı aradan qaldırmağa və bugün biz təxminən bir 10% idxal edirik və hətta 10% belə yenə də çoxdur. Biz istəmirik. Ümumiyyətlə, Rusiya enerjinin heç bir molekulu qədər də idxal edək. Niyə? Çünki biz istəmirik Putinə qeyri birbaşa yolla apardığı müharibəni maliyyələşdirək və istəmirik ki, həmin bu enerji bizə qarşı bir silaha çevrilsin. Necə ki, biz bunu Putində gördük. Çünki ümumiyyətlə, Rusiya bildiyi kimi Avropanı qarayaxtıya salıbdır və biz bunun qarşıyıq və beləliklə biz Rusiya qazının idxalına qadağa qoymağı fikrinə gəlmişik və indi görürük ki, onun effekti var və get-gedə tədricən həmin idxalın həcmi azalmaqdadır. Bizim asıllıq azalır. Və belə bir vəziyyətə gəldikdə bu dostlarımızı daha çox dəyərləndiririk, bu ağır dövrdə dəyərləndiririk. Ona görə Azərbaycan bu dövrdə bizim üçün həddindən artıq vacibdir. Əməkdaşlıqdan olduqca məmnunuq. Biz öz idxalımızı artıra bildik. Düşünürük ki, hətta daha çox həcmləri gələcəkdə almaq potensialımız var. Tam aydındır ki, hər kəs bunu bilir. Avropa İttifaqı özü keçiddədir və biz gələcəkdə ənənəvi yanacaqdan biz keçid edəcəyik, karbon baxımından neytral məkana çevrilmək istəyirik və qısa, lakin orta müddətdə, perspektivdə bizə kifayət qədər çox təbii qaz lazım olacaqdır. Zərurət bununla bağlı artır və çünki biz Rusiyanın qazının idxalını dayandırmaq istəyirik. Lakin təbii qaz yeganə əməkdaşlıq etdiyimiz sahə deyil. Həmçinin əməkdaşlığımız və tərəfdaşlığımız bərpa olunan enerji sahəsində də həyata keçirilir. Bilirik ki, Azərbaycan bu baxımdan işləri aparır və siz gələn illər ərzində yaşıl enerjinin həcmlərini artıracaqsınız. Ola bilsin ki, bu da elə bir sahəyə çevrilsin ki, Avropa İttifaqının şirkətləri həmçinin bu keçidi asanlaşdıra bilsin və bu da hər iki tərəfə fayda gətirsin. Enerji səmərəliyinə də bu sözləri aid etmək olar və biz bunu daha geniş şəkildə müzakirə etdik və Avropa İttifaqı ilə Azərbaycan arasında daha geniş şəkildə, qarşılıqlı şəkildə biz
müzakirə apardıq. Bütövlükdə bu məhsuldar bir gün idi. Bizim münasibətlərimiz inkişaf edir. Biz enerji dialoqumuzu bu ilin sonunda Brüsseldə davam etdirəcəyik və səbirsizliklə sizi gözləyəcəm və yenidən sizin ölkənizi görmək imkanım da olacaqdır. Mən çox minnətdaram ki, nə qədər çox sayda yüksək səviyyədə təmsilçiləri dəvət edə bildiniz. Onlar bugün keçirilən görüşlərdə iştirak etdilər. Bu bir daha sizə olan hörməti nümayiş etdirir, gələcək üçün perspektivləri göstərir. Bir daha, cənab nazir, çox sağ olun. Əgər hər hansı bir sual varsa, bir-iki sual götürmə imkanımız var. Amma xahiş edirəm sualları təkcə mənə deyil, həm də qonağımıza. Buyurun. Baku TV Ceyhun Piriyev, mənim hər iki tərəfə sualım olacaq. İlk sualım sizədir, cənab nazir. Cənub qaz dəhlizinə qoyulan investisiyaların geri dönüş sayəsində vəziyyət necədir? Bir istədim bu barədə məlumat verəsiniz. İkinci sualım isə qarşı tərəfədədir. Bildiyimiz kimi Avropaya Azərbaycanın enerji ixracının artırılmasının, daha doğrusu 2 dəfə artırılmasından bağlı bir saziş var. Bilmək istəyirdik ki, Avropa tərəfi Azərbaycandan enerji idxalını 2 dəfə artırmaq üçün infrastruktur baxımından hansı işlər görüb indiyə qədər? Və yaxud da bu sahədə hansı tədbirlər görməyi planlaşdırır gələcəkdə? Çox sağ olun. Çox sağ olun. Suala görə, mənə aid olan suala mən belə cavab verəcəm ki, əlbəttə ki, bu uzun müddətli strateji layihədir və əlbəttə ki, qoyulan bütün investisiyalar geri qayıtmaqdadır və biz bu layihəni xüsusi əhəmiyyətini mən qeyd etmək istəyirəm və sözsüz ki, bu ölkəmizə böyük miqdarda gəlirlər gətirən bir strateji layihədir ki, biz bunu çox istərdik ki, gələcəkdə daha da genişləndirək və bu istiqamətdə biz Avropa İttifaqı ilə də dialoq aparırıq. Yes, and I'm also happy to report that Bəli, mən də məmnunluqla bildirə bilərəm ki, Avropa İttifaqının fərqli üst dövlətləri təbii qazı alırlar və onlara da qarşısında belə bir öhdəlik qoyulub ki, siz də infrastrukturunuzu təkmilləşdirin. Və əlbəttə ki, bununla bağlı Azərbaycan ilə Avropa İttifaqı arasında yazışmalar birbaşa var və üst dövlətlər də həmin bu qarşılıqlı danışıqlarda iştirak edir və ilkin olaraq biz nazirə minnətdarıq ki, və sizin heyətiniz də bununla bağlı işləyir. Təbii ki, Azərbaycan şirkətlərinə də təşəkkür edirik, çünki onlar çox peşəkar şəkildə işləyirlər. Hər bir mənada marağı olan dairələr, onlar bu işi aparırlar. Biz hətta danışmışıq ki, daha çox işlər aparılsın bu baxımdan və cənab nazirlə və sizin heyətlə Brüsseldə bizim bundan sonra da aparılacağımız danışıqlar ola bilər ki, yəni bəlkə də biznes subyektləri arasında birbaşa da danışıqlar, diyaloqlar aparılsın ki, həmin bu təkmilləşmə işləri də aparılsın. Bir daha sizin hamınıza minnətdarıq ki, mətbuata təşəkkür edirik ki, bugün bizimlə bu görüşə gəlib. Təşəkkür edirik. Çox sağ olun.